Müəllim gərək özünün oldu. Misir Mərdanovun qənaətincə, müəllim də şagirdin hansı potensiala sahib olduğunu müəyyən etməlidir. Bundan sonra fərdi olaraq şagirdlər üçün yol xəritəsi seçməlidir ki, onların hər biri cəmiyyət üçün faydalı fərd olsunlar. Bu, təhsil verənin əsas işidir. Əgər müəllim bu yolla getsə, onun nüfuzu da yüksələcək. Töhfə Səməd, Today Press.